Rayonlarında və kəndlərində fəaliyyət göstərən Al Marketlər şəbəkəsinin dükanları bağlanır. Referans az xəbər verir ki, bu barədə Gündəm Info saytı məlumat yayıb. Bildirilib ki, son günlər Saatlı, İmişli və Sabirabad rayonlarındakı Al Marketlər bağlanır. Sayt yazır ki, Al Marketlərin bağlanmasına səbəb kimi isə bu şəbəkə marketlərinin yetərincə rentabelli olmaması göstərilib. Qeyd edək ki, Al Marketlər şəbəkəsinin sahibi Burhan Sevahil daha əvvəl Türkiyənin tanınmış supermarketlərində rəhbər vəzifələrdə çalışıb. Al Market məhdud məsuliyyətli cəmiyyət isə 2018-ci ilin sentyabr ayında qeydiyyatdan keçib və nizamnamə kapitalı 3 milyon 488 min 321 manat olub. Qanuni təmsilçisi Adəm Tansel Tuzcudur. Al supermarketləri müvafiq olaraq Bazar Store məhdud məsuliyyətli cəmiyyət və Al Market məhdud məsuliyyətli cəmiyyətə məxsusdur və bu şirkətlərin də ölkənin aparıcı holdinqlərindən olan Azərsun Holdinqə bağlı olduğu bildirilir.